Sağ salamat qutarmışam çox şükür. Mənə də başıma iş gəlibdi ayrı cür. Qonşuda lom anar gedib rəhmətə, məndən axşa qismətə bax qismətə. Ma dedilər qavır qazana kömək elə, külünclə lapatqa götürdüm ələ. Qazana qədər sən öldük qutardıq, gəlib sonra meydi məzara apardıq. Ma dedilər qabra düş ürəklisən, sən yekəsən canlısan kürəklisən. Molla dedi ölünü qoyun tərsinə, gərək biraz qibliyə olsun sinə. Dedim öz-özmə olmasa nə olar əgər, lom köpoğlu lomdu durar bir təhər. Həm qorxurdum həm diskinirdim düzü, məndən canlı idi rəhmətliyin özü. Gözümü yumub bismillah eylədim, ha bu nə zivildi mən düşmüşəm dedim. Molla dedi onu biraz aşağı dar, əli də qalıb altında hordan çıxar. Tutub qaldırdım yuxarıya belini, bir zulumla çıxartdım ahdan əlini. Molla əmi əzib büzüb dodağını, dedi ki əyri durur düzət ayağını. Onsuz bura düşməmişdim ürəklə, Molla damız qoyunca belə heylə. Beynim söndü qışqırdım ki axırda, Kırrosnuz alt düzətmirəm ki burada. Heylə hu deyəndə lapatka dəydi, bir də molla döymədi, hamısı döydü. Mənə baxanda halın yaxşıdır sənin, bu iş başına gəlməsin heç düşmənin. O gün alkaş dostum Hinduşka elman, benzin atdı sonra da vurdu alışqan. Hər tərəfim sən öl alışdı yandı, gözümü açıb gördüm halım yamandı. Dayanmışdı doktor düz qabağımda, hissiyyat da yoxdu əl əyağımda. Həkim əlini atdı ki baxsın üzmə, dedim çənəm sınıtdı üzümü əzmə. Dedi ki yoxlayıram qorxudan əsmə, dedim sınıtdı dəymə döş qəfəsimə. Gördü sınıtdı tərpənmir əyağım, həm də sınıb əyri durur çanağım. Dedi ha bunun hər tərəfi sınıtdı, bəs abı xəstə deyir duz ki yanıtdı. Dedim düz deyirlər sifdə yanmışam, sonra da həblə sınıq sınıq sınmışam. Suzat yox idi yanıram gördülər, hərən əlinə bir lapatka verdilər. Bu başsızların işləmirmiş başı, dedilər vura vura söndürün yanmışı. Mən də maşın düzəldənəm silesat, hər ağıl hər fason qillətlərim var. O gün bir dən pullu maşın gətirdi, dedi baxarsan abına yamiya verdi. Sağ əlimi qaşıya qaşıya şişə, dedim yağlı qillətdir başladım işə. İnstrumentlərin hamısını yığmışam, işimdə çoxdur elə cıncıqmışam. 06-nın qoyub gedib şoferi, Kia deyir tez ol düzət puferi. Avtobusda dirəşitdi o yandan, deyirəm indi düzəldicəm yalandan. Vurdum karovkuya, yağ axdı üzmə, gördüm kimsə soxur taxtanı gözmə. Məni tapmaz ağıllı dərrakəli, açdım gözümü gördüm bir dən zırdəli. Sən demə telefon bilir bu taxtanı, dedi ki ehtiyatlı basqınovqanı. Özün də yığ tez ol pişik aslanı, mən taxtayla necə yığım o insanı. Yığmasam da dəli qoyacaq əngimə, klientlər də tələsdirir ləngimə. Yalandan güya ki yığıb nömrəni, dedim tez ol danış gözləyir səni. Taxtanı aldı danışa danışa getdi, biraz keçdi yenə qabağımda bitdi. Bir də təzədən verdi salam nətəsən, dedim əleykim aynı getmədi nəsən. Dedi ki tez ol yamadan bir damcı çıx, mənim lonasimdə olan bacımı yığ. Fikirləşdim yenə də yığmasam əgər, əlinə keçəni təpəmə vurar gicbəsən. Telefon alıb nömrə yığıb tez bazar, dedim bir də yanıma gəlmə işim var. Bacın götürdü telefonu xəttədir, de get danış üzmə baxırsan nədir. Bir iki addım getdi dayandı amma, söndü mən tərəfə qayıtdı sonra. Çığırdı qışqırdı qaldırıb səsin, hardan bilirsən bacımın nömrəsin. Bir də atdan yuxarı zərbə saldı,
Bütün dünya gözlərimdə qaraldı. Dəli gücünü qanan deyil həqiqdə, tutmasalar öldürərdi bəlkə də. Mən də o gün olmuşam nəyə dilxor, İşıq söndü çağırmışam mantiyor. Baxdı dedi tok xəttində qırıq var, yalvardım ki nə ola düzət tez bəzar. Məndəki sağ gücüm çatandan əlbət, çalışacam ki eyliyim nəsə hörmət. Çıxardıb verdim cibimdən 5 manat, üzümə baxıb dedi ki azdı ay bırak. Mənim axı çıxmağım və düşmağım var, ayrı-ayrılıqda 5 manatdır bunlar. İkisi bir yerdə eləyir 10 manat. Dedim 5-i götür sən olma narahat, şalmana çıx düzət hələ işığı, sonra səninlə eləyərik danışığı. 5-i götürüb çıxdı yetim şalmana, uzatdı indikatoru cəriyana. Qırığı tapıb remont elədi bitəri, sörülüb sonra mana saldı nəzəri. Dedi qaqaş pulun qalanını verirsən, dedim hələ ağlımı itirməmişəm mən. Ma işıq lazımdır, o da düzəldi, rast ki hindi söhbətim pula gəldi. Çıxmağına 5 manat vermişəm mən, da vermirəm düşmə özün bilərsən. Tarix hamıya gərəkdir, millətindir. Ha bu dövrdə müəllim olmaq çətindir. Biz həbilə olmamışıq qavaqlar, böyük sözünü indi eşitmir uşaqlar. Hərəsi bir yolu ilə qiymət alırlar, ona görə də dərsdə şuluq salırlar. Gördüm beton oqdan yumşaq olur, dərsə qulaq asmayır axmaq olur. Dədəsi kimi hər işə qarışandır, qana qanmaz nə gəldi danışandır. Qaldırdım əmin dəqiqə ayağa, sonra sual verdim əmin uşağa. Mən axırıncı sözüm nə olubdur, dinən görüm bəz qalasını kim atdı. Dedi müəllim almamışam mən inan, mən oğurluq eləməmişəm heç zaman. Uşaqlar güldü, dərs döndü bardağa, dedim deyəsən abi məni qoyurlağa. Hunla danışa-danışa dərsi qutardım, qulağından tutub öyünə apardım. Qapını döydüm, atası çıxdı qabağıma, ha bu nə zulumdur verirsən uşağıma. Ha buna dedim ay betonun balası, kim tərəfdən alındı bəz qalası. Dedi mən almamışam onu aməlim, ititdisə axtaraq sonra məlim. Atası dedi cisi özü axtarar, əgər alıbdısa sabah qaytarar. Gördüm atası balasından bətərdir, dedim abılarla danışmaq ədərdir. Getdim oradan çatdım başına döngənin, ağsaqqalı önümə çıxdı məhlənin. Dedi müəllim biz tərəfdə xeyr ola, sən axı gələn deyilsən bizim yola. Başıma gələni danışdım ağsaqqala, dedi o qaladan öz ümidu üz bala. Tanıyıram onun dədəsini babasını, daha yuxunda görərsən bəz qalasını. Onun dədəsi Afyor əvəzin oğludur, onlara girən çıxmır hamısı oğrudur.